Baxın maşına, bəyənsəz danışarıq. Və istədik ki, onun da avtomobili olsun. 1115 manat pul alıbdı. Dələduzların qurbanı oldu. Başqa bir adam ortaya çıxdı ki, bu mənim maşınımdır. Məşhur avtomobil elan saytlarından birində avtomobil gördü, bəyəndi və istədi ki, onun da avtomobili olsun. Amma özünün dediyinə görə dələduzların qurbanı oldu. Ayın 19-u günü avtomobili gördüm. Avtomobilin ümumi dəyəri belə yazılmışdı. 6500 ilkin ödəniş, aylığı 515 manat 30 aydan. Və yiyəsi ilə zəng elədim, danışdım. Dedi, atamın qapısındadır. Gedin, baxın maşına, bəyənsəz danışarıq. Getdik, danışdıq. Atası da məndən ümumi məbləğ 1115 manat pul alıbdı. Notarusa gedib ilkin alqı-satqı müqaviləsi eləyəsi idik ki, mən maşını əl krediti eləyirdim bunlardan. Kredit söhbəti açılandan bəri mən bunları tapa bilmədim. Hazırda avtomobil hardadır? Etibarnamə ilə mənim qapımdadır və İndi belə deyək də, avtomobil sizdə, etibarnamə sizdə. Sizin onlardan istəyiniz, yəni bu dəqiqə problem nədədir? bu dəqiqə problem ondadır ki, ortaya başqa bir adam çıxıb deyir maşının sahibi mənəm, ortada aldanılmış şəxs mənəm. Deyirsiniz ki, düşünürsünüz ki, bu adamlar avtomobil sizə satan və yaxud da avtomobilin sahibiyəm deyən adam da bunlar əlbirdirlər, eyni komandadır. Valla hər bir şey düşünmək olar və oğurlanıbdırsa, qaçıbdırsa maşınları niyə bu polisdən gəlməyib mənim qapıma? Təkcənə gəlib gecə vaxtı götürmək istəyirdi. Sadəcə olaraq qonşularımızın ayıq olmağından onlar maşını götürə bilməmişdilər. Dedi, avtomobilin sahibi mənəm, sənə Davernus kimlə behləşmisənsə mən o adamı da tanımıram. Bəs o adamlar, avtomobil sizə satanlar, onların heç bir əlaqə yoxdur hazırda? Hazırda heç bir əlaqə yoxdur, nömrələrinə zəng çatmır. Bəs polisə məlumat verilib? Polisə ayın 26-sı günü 40-cı polis bölməsinə məlumat verdim. Əldə etdiyimiz məlumata görə polis əməkdaşları tərəfindən araşdırma aparılır.